İnne şeytanı lekum aduvvun. Şeytan sizin düşməninizdir. Ha sonra fettehizuhu aduvva. Siz de onu özünüze düşman götürün. Təhcə düşməniniz kifayətlənməyin. Siz de ona düşman kəsilin. Ne tər siz o düşman kəsilin? Siz de ona düşman kəsilin. Ne tər? Yani necə o sizi düşmənçilik edir? Siz de Allah yolunu azdırmaz. Siz de Allah'ı itaat edin, onu düşman kəsilin. İnne şeytan lekum aduvvun. Düşməniniz fettehizuhu aduvva. Ve her zaman hazır olan düşmandır. Doğru dilədirsə silahlanmış, sənin zəif nöqtələrini bilir və hücumdadır. Və yine məsələn, Allah subhanətəndən kömək istəməklə onun yarattığı bu şərri məxluqa, şər Allah'ın feilində deyil, məxluqundadır. Yəni Allah'ın iblisi yaratmaq şər deyil. Şər iblisin özündədir. Allah'tan kömək istəmiş şərri məxluqu nə nimətən ötürü səndən uzaqlaşdırmamadır. Hədinizdə İbn-i Qeyyimdə tez misal verir. Deyir, bir yerdən keçirsən, çobanın vəhşi itləri var. Hər dəfə bu itləri qovursan, yenə gəlir həmin itlər. Yaxşısı odur ki, çobandan kömək istə ki, itlər səndən uzaqlaşdırsın. Onu isə Allah'tan kömək istə ki, şeytan səndən uzaqlaşdırsın. Nə qədər qovsan yenə gələcək. Özü orada gözəl vurğulur. Vurğulur ki, niyə geri gələcək? Çünki onda olan bəzi xislətlər sənin qəlbindədir. Hələ onun bağlarını tam neyirməmsən, qopartmamsan. Həsəd var, ən çox şeydir. Adəmə həsəd elədir. Var. Təkəbbür var, var. Özünü bəyənmək var, var. Azdırmaq var. Onlar qəlbindədir sən. Kin, kudurət, həsəd, ədavət. Onlar sən təni çıxartmanca qovanmazsan onu. Nə qədər qovsan bile dala qaydacaq. Ya da qəlbini inləməsən, tam o şeylərdən təmizləməlisən. Onun görə ən yaxşı Allah subhanətəndən kömək istəyir. Onu görə deyir ki, İzə əsəytəllah, Allah asi olsan, şeytanı qınama. Öz nəfsini qına. Çünki şeytanı qınasan, şeytan daha da kibirlənəcək. Mən onu azdırdım, görsən. Onun görə şeytan onu söyəndə, təhqirləyəndə, alçaldığında daha da təkəbbürlənir. Daha da özünü bəyənir. Ona görə bəzi alimlər deyiblər ki, iblisə lənətullah deməyin. Allah'ın lənəti olsun, deməyin ona. Əksinə deyin ki, Əuzu billahi mineşşeytanirracim. Lənətlənmiş şeytan Allah'a sığınır. Çünki bəziləri deyir ki, ona lənət oxuyanda daha da o nələnir? Qürrələnir. Qürrələnir. Ona görə bəzi alimlər də bundan fayda çıxarıb deyirlər ki, əgər iblis lənətə layiq olduğu halda onu lənət etmək doğru deyilsə, bəs lənətə layiq olmayan insanlar necə lənətləyirsən? Xüsusən də Əuzu billahi səhabələri və s. bəzi qövmün elədiyi kimi. Daha betər. Daha betər. Onun gibi bəziləri deyir ki, o lənət onun özünə qayıdır. Çünki lənət bədduadır. Bəddua da elədir ki, haqsız yeri bəddua eləsən sənin özünə qayıdır. Kim olursan o? Hətta övladına bir haqsız yeri bəddua eləsən, bəziləri deyir ki, övladı sahibi yazılır. Səbir elədiyinə görə. Məsələn, tutaq ki, meçidə getirin görə deyirsən, Allah sən belirləsin, və s. qarğıyırsan. Bəddua eləyirsən. O bədduanın uşağa zərəri olmur. Əksinə, saat cavab qaytarmadığı üçün uşağa savab yazılır. Öz atası tərəfindən. Və ya da anası tərəfindən. Öyle mi? Sen fikir verməli belə şeylərə. Lənət kimi oxuyur, kimə bəddua eləyir. Üzr, lənət çox oxumaq, bəddua çox elmək qadınların xislətidir. Kimin xislətidir? Qadınların xislətidir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, cəhənnəm əhlinin ən çoxu olardı. Qadın etiraz elədi, dedi ki, yəni sual verdi, etiraz etməklə sual verdi ki, nəyə görə? Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Az şükür edirsiniz. Çoxlu lənət oxuyursunuz və ərlərinizə qarşı gəlirsiniz. Kufranul əşir. Ərlərinizə eləyirsiniz, nankörlük edirsiniz. İki dənə şey. Çoxlu lənət olur, bəddua eləmək. Onun üçün təhlişməli insan.